deyək ki, bugün baş verən hadisələrin hamısının səbəbkarı budur. Və İlham Əliyev baxın görün nə deyir. Memurları, vətəndaşları incitməməlidirlər. Qanunsuz pul tələb etməməlidirlər. Qətiyyən bu qəbul edilməzdir. Çünki bəzi məsələlər... Sən nağıl danışır bu. Dövlət memuru insanları incitməməlidir, nə bilim filan şey. Elə bil ki, məni kimi deyək ki, şeydir, adi vətəndaşdır və necə olmalıdır ondan danışır. Halbuki bütün o qanunsuzluqların, deyək ki, o işlərin hamısının qarşısını bu almalıdır. Bu da şikayət edir. Bu bizə paçka basır, bilirsiniz. Yəni o nöqteyi nəzərdən ki, yəni özünü həmən o deyək ki, prezident yaxşıdır, ətrafı pis məsələsi, yəni bu artıq 23 ildir. Bütün variantları istifadə edib də artıq variant qalmadığı üçün bu belə çıxış edir ki, yəni burada mənlik bir iş yoxdur. Şərəfsiz. Əgər sənlik bir iş yoxdursa, yəni əgər məmurlar səni eşitmirsə, səni saya salmırlarsa, çox televizordan müraciət elə, xalqı çağır meydana, deyən ki, gəlin birləşək, bu məmurları qovaq, sənin gücün çatmırsın. Başa düşmürəm, sən nağıl danışır, fikir verir. Mənə məruzə edilmir. Çünki sərf eləmir o adamlara məruzə etmək. Ancaq yaxşı raport verməyə öyrəşiblər. Onlardan soruşsan, deyərlər ki, hər şey əladır, hər şey mükəmməldir, heç bir problem yoxdur. Söhbət eləyən dedim, hansı problem var? Hər şey əla. Ola bilməz axı belə. Ya özü bilmir, ya da ki, bunları örtbasdır eləmək istəyir. Yəni, bunu danışmaqla güya ki, yəni, özünü mələk kimi göstərmək qanmır. Yəni, bildi, başı çatmır ki, bu yadından çıxardıb ki, bu ölkənin prezidenti budur. Və yaxud da bu sadəcə olaraq millətə paçka basır, millətə psixoloji, deyək ki, şeylər oyun oynayır millətlə ki, yəni biz çıxılmaz vəziyyətdəyik, bilmirik, nə eləyək. Yəni bu sadəcə olaraq biabırçılıq. Ya da ki, bilmirəm hansı məqsədi güdür. Onlara verilən ən ciddi tapşırıqdır və onlar bu tapşırığı yerinə yetirməlidirlər. Vətəndaşlara münasibətdə yekəxanalığa yer olmamalıdır. Özlərini təkəbbürlü aparmamalıdır. Yekəxanalıq, təkəbbürlük. Əslində bu ölkə əgər qanunlardan idarə olunursa, bu ölkə qanunlu dövlətdirsə, burada təkəbbür, yekəxanalıq falan, bu nə söhbətdə ki? Məmurdur, qanunlara əsasən sən onu Azərbaycan, deyək ki, konstitusiyasını, Azərbaycan dövlətinin qanunlarına uyğun olaraq vəzifəyə qoysan və o hansı vəzifənin sahibidir və onun öhdəlikləri var orada. O öhdəlikləri yerinə yetirmirsə, sən nə nağıl danışırsan bu xalqa? Sən nə, üzr istəyirəm, sən nə zoğallayırsan? Mən anlamıram, sadəcə olaraq başa düşmürəm. Vətəndaşlara yuxarıdan aşağı baxmamalıdırlar. Vətəndaşlara xidmət etməlidirlər. Vətəndaşları incitməməlidirlər. Bu da sənin, deyək ki, necə deyərlər, sevib seçdiyin prezident. Və bunların haqqında yazılar da var, lider kimi. Sabahda birisi gündə mən onu göstərəcəm. Bu şeyin deməli, bugün bir Mehriban xanımın dırnaq arasında bilirsiniz də bugün ad günüdür. Və onun təbriklə bağlı bir neçə nəfər adamın məsələn yazısı var. Mehribandan lider düzəltmək, yəni lider, ledi. Yəni mən özür istəyirəm, poxdan konfet düzəltmək kimi bir şeydir də, yəni bu belə deməkdir. Yəni bu adamlar həmən onun ətrafında olan və bugün deyək ki, onun ətrafında milləti sata-sata deyək ki, dolananlar xan kimi. Özünü Mehribanın yanında özünü onun üslugası kimi aparır, amma qıraq yerdə özü ağadır da, yəni bu o komandadan, o bandadan da demək istəyir və ər də, oğullar da filan da hamısı vəzifədə yaşayırlar, işləyirlər deyəndə gedirlər, gəlirlər, pullarını alırlar da. Yəni bugün onsuz da Azərbaycanda bir dənə deyək ki, iş saatı, istirahət saatı olmayan, bütün günü işləyən, çalışan İlham Əliyevdir. Yəni ancaq İlham Əliyev yəni o mənada işləyir ki, hardan pul gəlir, hesabını yığır filan. Yəni belə, bu Qarabağda məsələn deyək ki, gedən iş. Pulu verib, deyək ki, 100 manat verib, 100 manatın da 70'ini qaytarıb özünə, 30 manat da deyib gedin.
nə qələt edirsiniz eləyin, işləri qaydasına salın. Onlar da yarı pul verir, yarısını dərgin itdən pis eləyir, qoyur ora. Təsəvvür edin. Bax, ölkə bizim bu gündədir, əziz dostlar, bugün bizim ölkəmiz. Fəxrəddin yazır, İlhamın Azərbaycan üçün elədiyinin 1%-ni eləmişsinizmi? İlham dünya şöhrətli liderdir. Bax, malades. Görürsən, bax, budur. Bunlarınki. Bax, trollar tökülürlər. İndi İlhamı təsəvvür edin. İlhamı bizə həmən bu ümumilli lider kimi təqdim eləmək istəyir. Tifistim yazıb, ayıbdır. Nə kurs, nə yevrey, bizə qalina qala bilməz. Nə bilim, nəysə, Rüstəm yazır ki, verilişləri maraqlı etməlisiniz ki, izləyicilərin sayı artsın. 30 ildir şikayətlə danışmaq heç nəyi dəyişmir. Yəni, Rüstəm bəy yazır ki, yəni biz verilişin stilini necə dəyişməliyik, mən onu başa düşmürəm. Yəni, yalan danışmalıyıq. Stilini necə dəyişək? Deyək ki, İlham Əliyev ümumilli lider Heydər Əliyevin oğludur və indi onu da göstərəcəm. Deyək ki, Rafiq bəy yazır ki, İlham Əliyevin atası da elə hiləgər idi. Qaybov yazır, salam əleykum, salam dostlar. Dostlar, mən indi sizə deməli bizim bu trolun yazdığı kimi dəymirəm, bloklamıram, qoy nə istəyir yazsın. Təsəvvür edin. Mehriban, deməli, Leyla Əliyevanın təsəvvür edin və İlham Əliyevin atası haqqında mən onu demişdim, birini sizə göstərəcəm. Baxın, görün bu nə deyir. Mənə belə gəlir ki, sanki atam babamın bir parçasını özündə təkrarlayır. Məhz Azərbaycan xalqına olan sədaqəti xalqın onu bu qədər sevməsinə səbəb olmuşdur. Budur, dostlar, təsəvvür edin. Bu təbii məsələdir ki, indi bu o üç cümləni Leyla Əliyeva Azərbaycanca danışa bilmir. Yəqin ona yazıblar ki, o da belə deyək ki, aksentlə sırf ki, bunu oxuyur. Yəni atası babası kimi təbii düz deyir. Atası da babası kimi quldurdu, tülküdür. Sadəcə olaraq Heydər Əliyevdən İlham Əliyevin arasında olan fərq budur ki, Heydər Əliyev ağıllı idi. Yəni Heydər Əliyev bir işi görəndə çalışırdı onu sənətləşdirsin. Yəni onu özünün yox başqasının boynuna qoysun ki, yəni bu sabah onun zibili çıxanda desin ki, yox mən yadınızda da o 6 ay aynəsi o vaxtı bağladılar. 6 aydan sonra bu dedi ki, mənim xəbərim olmuyor. Bağlanması sonra açdılar. İlham Əliyev təmiz kökündən vurdu. Təsəvvür edin.